İcra Komitəsi ilə bağlı suallar verməyin. Orada nə müzakirə olunursa, mediaya ətraflı məlumatlar verilir. Lazım olanda orada fikir bildirirəm. Belə açıqlama veriləsi sual deyil və s. və ilaxır. Əslində, belə deyək, Qurban Qurbanovun haqqı var ki, yəni bu Qarabağın oyunudur, Qarabağın maçıdır. Mənə Qarabağla bağlı suallar verin. AFFA İcra Komitəsinin ilə bağlı, orada gedən müzakirələrlə bağlı mənə yəni suallar verməyin. Yəni adam konkret bunu ifadə elədi. Amma sual olunur. Yəni biz AFFA İcra Komitəsinin iclaslarından sonra həmin o komitənin üzvlərindən heç bir nəfəri tapırıq ki, yəni sual verək ki, ay filan kəs, ay bəhmən kəs, nə danışdınız, neynədiniz, yoxsa oturub belə çay içdiniz, kofe içdiniz, ətraflı müzakirələr apardınız. Sən inanırsan ki, düzgün cavabı işləyəcəksən, yəni elə sualı tapsan da. Yəni ən azından bir belə deyək, subyekt olaraq biri tapmalıyıq və sual verməliyik ki, qardaş, deyin də, yəni nə danışdınız? Niyə, məsələn, aşağı yaş qruplarından, yəni son dövrlərdə uğursuzluqlardır. Yəni, niyə o məşqçilər vəzifəsində saxlanıldı? Yəni, Qurban Qurbanovun bu açıqlamasına münasibəti necədir? Sən fikrini bildir, mən də müəyyən bir fikirlər səsləndirir. Çox yaxşı tanıyırıq. Bir fərd kimi də və formal səslənsə də, əlbəttə ki, Azərbaycan futbolunda onun əməyi danılmazdır və Azərbaycan futbolunun can verdiyi bir məqamda haradasa ümid yaratdı. Yəni, bu həmin şəxsdir. Qardaş, bezib. Mən açıq belə görürəm. Başqa bir variant tapıram. Bezib bu suallardan. Çünki Qurban Qurbanov milliyə cəlb olunanda hər birimiz sevinmişdik. Elə başda sən də, mən də, hər kəs. O dövrdə xatırlayırsın. İmkan vermədilər işləməyə. Bəli, İmkan vermədilər. Bax, açıq şəkildə deyirik. AFFA Qurban Qurbanova işləməyə imkan verməmişdi həmin vaxt. Biz bilirik ki, Qarabağın uğurlarının ən böyük səbəblərindən biri də budur ki, Qurban Qurbanovun işinə o qədər də müdaxilə edilmir. Və nə vaxt ki, Qurban müəllimin istədiyi transferlər həyata keçirilməməyə başladı, biz enişin şahidi olduq. Qarabağın özündə belə.